Salam dəyərli abituriyentlər, imtahana hazırlaşan müdavimlər, 10-cu sinif şagirdləri, ümumiyyətlə videoya baxan, faydalanmağa çalışan şagirdlər. Mən səhifədə demişdim ki, hər dəfə mövzuların izahı olacaq. İzahlardan sonra da həmin deməli əsərlərlə bağlı test banklarda olan testlərin həllinə baxasıq. Yəni mərhələ-mərhələ qeyd edəsik. Əvvəlcə əsərin izahı, ardınca həmin əsərə aid olan testləri işləyəcək. Gəlin bugün Aldanmış Kəvakib povestinin testinə baxaq. DİM-in toplusuna məxsus olan 2025-ci il buraxılışına aid olan test banka baxırıq və deməli bu əsərin izahı əvvəlki videolarda var. Daxil olub oradan izləyib əsas qeydləri götürüb ondan sonra deməli testi işləyə bilərsiniz. Baxaq birinci suala. Aldanmış Kəvakib əsərində fitnəkar ruhani obrazı kim idi? Deməli, Axund Səməd idi orada. Mirzə Yəhya nə idi? Maliyyə naziri idi. Mirzə Sədrəddin Münəccimbaşı, Mövlanə Cəmaləddin münəccim idi. Mirzə Möhsün isə vəzir idi. Ona görə bir də olur A variantı. Bu parçada Aldanmış Kəvakib əsərinin hansı obrazından söhbət gedir? Zülmkarlığın alçaq əlaməti bu idi ki, bir oğlunu öldürdü, ikisinin dəxi gözünü çıxartdı. Dəxi oğlu yox idi, nəvəsi ona varis oldu. Burada Şah Abbasdan söhbət gedir. Burada Sərdar Zamanxan qoşun böyüyü idi. Mirzə Möhsün yenə dedik. Ümumiyyətlə mən burada hamısının adlarını təkrar qeyd edəcəm. Biraz qarışıq gəlir uşaqlara. Yadınızda qalsın deyənə həm tez-tez adlarını deyəcəm. Hansının vəzifəsi nə ki, belə qulaq yaddaşında yadınızda qalsın. Mirzə Möhsün deməli vəzir idi. Axund Səməd Mollabaşı idi. Mirzə Yəhya isə maliyyə naziri idi. Deməli 2-də oldu ki, Mirzə Fətəli Axundzadənin Aldanmış Kəvakib povestinin əsas ideyası nə idi? Mövhumat və cəhalətin tənqidi, yaltaqlığın və ikiyüzlüyün tənqidi, mütləqiyyət üsul idarəsinin tənqidi, münəccimliyin tənqidi deyildi, avamlıq mədəniyyətsiz tənqidliyi deyildi, mövhumat və cəhalətin deyildi. Baxın, burada mütləqiyyət üsul idarəsinin tənqidi idi burada. Çünki burada üsul idarədə necə deyərlər, həmin Şah Abbasın dövründə üsul idarələrin, yəni dövlət idarə sistemində olan boşluqları onların özünün dili ilə ifşa edirdi burada Aldanmış Kəvakib əsərində və biz bu əsərlə görürük ki, əsas yəni mövzu dövlətin idarə olunmasında olan belə deyim, səhvlərdir. Ədalətsiz üsul idarənin ictimai eyblərini ortaya çıxartmaqdır. Ona görə C-də olacaq, 3-də olacaq C variantı. Daha sonra Aldanmış Kəvakib povesti əks qütblərdə dayanan obrazlar. Şah Abbasla Yusif Sərrac. Çox asandır. Şah Abbasla Yusif Sərrac ikisi də bir-birinə zidd olan əks qütblərdə dayanan obrazlardır. Axundzadənin Aldanmış Kəvakib əsərində islahatçı obrazı kimdir? Yusif Sərracdır. Yusif Sərrac orada gəlir, islahatlar edir, yolların çəkilməsi, mədrəsələrin tikilməsi, su quyuların düzəldilməsi, körpülərin düzəldilməsi, yəni bu kimi orada islahatlar edir və bundan başqa da dini vergilərlə bağlı orada eyni zamanda idarə sistemində olan insanları dəyişməklə bağlı, yəni bir çox islahatlar həyata keçirilir. Ona görə 5-də olur B variantı. Hakimiyyət başına gələn Yusif Sərrac hansı işləri həyata keçirir? Şah Abbası həbs etdirir. Xeyr, Yusif Sərrac taxta gəlib çıxanda Şah Abbas özü ortadan itmişdi. Bir olan variantları çıxırsınız. Ümumiyyətlə çıxış üsulunu öyrənin. Münəccimbaşı vəzifəsinə yaxın dostlarından birini qoyur. Münəccimbaşı vəzifəsini ümumiyyətlə ləğv eləyir. Ona görə 2 olan bətlərdə çıxdım. Artıq cavab hazırdır. Hər vilayətə xüsusi baxıcılar göndərir ki, onlar xalqın vəziyyətini öyrənib şaha məlumat versinlər. Bəli, hətta o orada baxıcıları nəzarət üçün göndərir. Deyir ki, yəni hər vəziyyətlərinə nələrə xalqın ehtiyacı var, bunlara nəzarət olunsun. Bundan başqa həmin kasıb insanlara dövlətin xəzinəsindən buğda, un paylayırlar və burada eyni zamanda həmin şəxslərə dini vergilərdən müəyyən bir hissəsini çox fağır insanlara paylayır. Hətta deyir, dəftər siyahısına paylatdırır ki, ədalətli olsun. Birinə pul düşüb, birinə digərinə düşməmiş olmasın. Yəni, çox ədalətli islahatlar həyata keçirir. 3 doğrudur. Yeni vergi qanunu elan edir. Bu qanuna görə hakim təbəqə nümayəndələrindən də vergi alınır. Doğrudur. Dağılmış yolları, körpülər düzəltdirmək, karvansarlar tikdirmək, hər vilayətdə məktəblər, xəstəxanalar açdırmaq barədə sərəncam verir. Bəli,
6-da A. Hakimiyyət başına gələn Yusif Sərracın həyata keçirdiyi işlər sırasında verilə bilməz. Baxaq, münəccimbaşı vəzifəsinə yaxın dostlarından birini təyin edir. Münəccimbaşlığı biz dedik ki, nə edir? Ləğv edir. Ona görə həyata keçirdiyi işlər sırasında verilə bilməz. Şah Abbası həbs etdirir, həbs elətdirmir. Şah Abbas əvvəldən özü itir, gedir, gizlənir, hamının gözündən uzağa kənara çəkilir. Hər vilayətdə xüsusi baxıcılar göndərir ki, onlar xalqın vəziyyətini öyrənib şaha məlumat versinlər. Bu doğrudur. Keçirdiyi işlər sırasına aid 3 olan bəndlərə çıxırsınız. Dini təhsili olmadığı üçün dinə qarşı mübarizə aparır, mollabaşı vəzifəsini ləğv edir. Baxın, bu da lazım deyil. Bu, belə bir şey yoxdur. Orada dini təhsil o alır, atası istəyirdi ki, o ruhani olsun. O gedir, dini təhsil alır və ruhanilərin bəzi işlərdə qəlbli, yəni saxtalıq elədiyini görür və buna görə də özünü istəmir ki, o zümrənin içərisinə daxil eləsin. Ona görə də mübarizə aparsa belə, yəni mollabaşı vəzifəsini orada ləğv eləmir. Bu mollabaşı vəzifəsinə özünün tanıdıqlarına Molla Ramazanı gətirir. Yeni vergi qanunu elan edir. Bu qanuna görə hakim təbəqə nümayəndələrindən vergi alınır. Bu doğru fikirdir. Bunu eləmişdi. Deməli 1, 2, 4 doğru variantımız C. Mirzə Fətəli Axundzadənin Aldanmış Kəvakib əsəri haqqında yanlış fikri müəyyən edin. Yanlış fikirlər bizdən istəyir. Ədəbiyyatımızda povest janrının ilk nümunəsidir. Bu doğrudur. Biz deyirik ki, Aldanmış Kəvakib neçənci ildə yazılıb? 1857-də. Bununla povest janrının, yəni realist bədii nəsrin əsasını qoymuşdu. A variantı doğrudur. Mövzusu İran həyatına alınmışdır. Bəli, hadisələr İranda baş verir. Əsas tənqid hədəfi Şah Abbas və onun üsul dairəsidir. Doğrudur. Saray əyanlarının iç üzü özünü ifşa üsulu ilə açılır. Bəli, onların hər biri özünü ifşa edir. Yəni, necə ki, vəzir deyir ki, mən digər vəzirin hakimiyyət dövründə xəzinənin boşalmasının qarşısını belə almışam. Nə bilim, digəri ordu komandanları, yəni Sərdar Zamanxan deyir ki, mən Osmanlıların hücumu zamanı yolları, körpüləri belə dağıtmışam, belə eləmişəm. Nə qədər o qədər dağıdıb insanları, yəni oradan köçürtmüşəm, yəni xaraba vəziyyətə qoymuşam deyə deyir. O hətta topxanasını gətirə bilmir, zorla gəlir, güclə Təbrizə gəlir, çıxır. Aclığa görə, səfalətə görə məcbur olub dala qadir. Yəni burada cəsurcasına, mərcəsinə döyüşməklə, düşmən qarşısına çıxıb öz torpağını müdafiə eləməkdənsə, o götürür öz torpaqlarını xaraba qoyur, dağıdır. Yəni belə şeyləri sanki yaxşı bir şeymiş kimi, yəni deyir mən həll etmişəm, özlərini ifşa edirlər. Əsas ideyası münəccimliyin tənqididirmi? Xeyr, münəccimliyin tənqidi deyil burada. Əsas deməli, tənqid hədəfi nədir? Üsul idarənin yanlış olduğunu göstərməkdir. Axundzadənin Aldanmış Kəvakib povestində Mollabaşı Axund Səmədin Mirzə Sədrəddinin edamına çalışmasının səbəbi nə idi? Baxın, Mirzə Sədrəddinin bəd xəbər verib hamını narahat etmişdi. Mollabaşı Axund Səmədin Mirzə Sədrəddindən əvvəldən bir ədavəti var idi. Yəni bu ədavətə görə o istəyirdi onun boynu vurdursun. Yəni o fürsət kimi gördü və istəyirdi ki, bundan da digər münəccimlərə, münəccimbaşlara bir görüş olsun. Mirzə Sədrəddin bəd xəbər verib hamını narahat etmişdi. Buna görə yox, münəccimbaşlı ədavəti vardı. Bəli, baxın bu fikir doğru fikirdir. Ulduzların bəlası haqqında məlumat verdiyi halda Mirzə Sədrəddin çıxış yolu göstərməmişdi. Bunu bəhanə olaraq göstərirdi ki, şaha deyir ki, yəni sən onu necə olar ki, deyir, sənə bu zəhəri göstərə, amma deyir, onun dərmanını göstərmə. Yəqin ki, nəsə deyir, bir pis fikri var ki, yəni özünü hadisəni deyir, amma əlacını göstərmir. Yəni bunun əsas səbəbi nə idi? Səbəb olaraq ədabətidir. Sadəcə bu Şah Abbasa dediyi fikirləri idi. Ona görə bunu götürmürük. Sədrəddin şaha qorxuya salmışdı. Xeyr. Münəccimbaşının Yusif Sərraca yaxın hesab edirdi. Bu da yanlışdır. Verilən nümunə Axundzadənin hansı obrazına aiddir? Bu bir tərəfdən kiçik məmurlara və qoşuna maaş verilməsini əmr edir. İkinci tərəfdən isə vilayət hakimlərinə gizli məktub göndərir. Tapşırır ki, onun icazəsi olmadan heç kəsə məvacib verilməsin. Bu kimə aid idi? Yəhyaya. Deməli, kim idi o da? Maliyyə naziri idi. Yəni maaşların verilməsi, belə yadda saxlayın, ordu işçilərinə və digər işçilərə xəzinədən pulun verilməsi işlərinə Mirzə Yəhya baxırdı. Sonra Axundzadənin Aldanmış Kəvakib əsərində münəccimbaşı Mirzə Sədrəddindən ulduzların toqquşması xəbərini alandan sonra Şah Abbas nə edir? Deməli, Sədrəddindən ulduzun toqquşması xəbərini alan Şah Abbas
nə edir? Gəlin baxaq. Belə bir bəd xəbər gətirdiyinə görə Mirzə Sədrəddin cəzalandırır? Yox. Tez tələsik taxtdan əl çəkib Ərdəbilə qaçır? Yox. Vəzir Mirzə Mövsümü, Sərdar Zamanxanı, Müstəfi Mirzə Yəhyanı, Mollabaşı Axund Səməd tədbir görmək üçün yanına çağırtdırır. Burada olacaq ki, Mövlana Cəmaləddin yanına çağırtdırıb bir tədbir görməyə tapşırır. Yox, Mövlana Cəmaləddin ümumiyyətlə qocalmışdı. Ona görə o saray işlərindən kənara çıxmışdı. Sadəcə onun ora gəliş səbəbi nə idi? Deyirdi ki, mən düzü yaşlanıb deyir saraydan kənara çıxmışam. Amma deyir gördüm ki, deyir Mərrixlə Əqrəbin deyir bu vəziyyətini gördüm. Deyir dedim birdən cavan münəccim başların gözündən bu vəziyyət qaçar. Yəni sizə görə gəldim, sizə xəbərdarlıq eləməyə. Yəni bu buna görə gəlmişdi. Onu normalda Mövlana Cəmaləddini Şah Abbas çağırtdırmır. Özü Yusif Sərracı saraya dəvət edib ona şah elan edir. Özü dəvət eləmir. Özü çıxır gedir. Digər hansı ki burada adı sadalananlar gedirlər Yusif Sərracı saraya dəvət edirlər. Axundzadən Aldamış Şəvaki Bəsəni Şah Abbas yenidən hakimiyyətə qayıtdıqdan sonra hansı hadisə baş verir? Yusif Sərracı öldürürlər. Yox, Yusif Sərrac itkin düşür. Onun ölümü ilə, öldürülməsilə bağlı belə bir şey yoxdur əsərdə. Hər iş köhnə qərarı ilə yerbəyir olur. Bəli, hər iş köhnə qərarı ilə yerbəyir olur. Xacə Mübarək dar ağacından asdırılır. Belə bir məqam yoxdur. Axund Səməd Mollabaşı vəzifəsindən xaric edilir. Axund Səməd Ərk qalasına Yusif Sərrac onu saldırır zindana. Sonradan axı Yusif Sərrac islahatlar edir və həmin səlahiyyətli şəxslərin yerinə özünün tanışlarını gətirir, qoyur və Axund Səməd də zindanda olanda eşidir ki, bunun yerinə gətirib Molla Ramazanı qoyublar və burada qüssədən həlak olur, ölür. Münəccimliyi ləğv etdirir. Bunu Yusif Sərrac etmişdi. Bunu Şah Abbas elətdirmir. Ona görə 12 olur bir. Axundzadənin Aldamış Şəvaki Bəsəndi hakimiyyətə Yusif Sərracın gətirilməsini kim təklif edir? Baxın, mən bunu qeyddə də, izahda da demişdim. Deməli, Aldamış Şəvaki deməli bizə Şah Abbasın başına gələn hadisələrdən çıxış yolunu göstərən Cəmaləddin olur. Amma sırf o Cəmaləddinin tədbiri nə idi? Deyirdi ki, Şah Abbas taxtdan düşsün həmin müddət ərzində. Onun yerinə bir başqası gətirilsin. Həmin bəlalar da həmin o yeni taxta gətirilənin başında partlasın. Sonra deyir yenə həmin o 15 gün bitəndən sonra, müddət bitəndən sonra biz yenidən Şah Abbas gətirib taxta çıxardarıq. Deməli, bu fikri deyən Cəmaləddin idi. Amma sırf və belə bu məqamda da Şah Abbas üzünü çevirir, Molla Axund Səmədə deyir ki, deyir belə, yəni bu dərəcədə ölmə layiq ola biləcək, yəni mənim ölkəmdə kim var ki, sən həmin yerə gətirib bu adamı qoyasan. Və Molla Axund Səməd bu zaman Yusif Sərracı deyir. Deməli, Yusif Sərracın gətirilməsini təklif edən Mollabaşı Axund Səməd bunu qarşılayır. Cəmaləddin götürmürsünüz. Burada götürürsünüz A variantı. Mirzə Sədrəddin Şahın qəzəbindən qurtarmaq üçün bu sözləri kim deyir? Mən sağır və yazıq bəndə xahiş edirəm ki, mənim saqqalımın ağ tükləri hörmətinə onun ölümündən keçəsiniz. Baxın, bunu Sərdar Zamanxan deyir. Nəyə görə? Belə yadda saxlayırsınız. Sərdar Zamanxan deyir, qoşun əhli olsa da çox ürəyi yumuşaq insan idi və orada ürəyi gəlmir ki, onu öldürülsün. Ona görə onun deyir, ölümündən keçəsiniz. Onu xilas edən ölümdən Sərdar Zamanxan olur. Bu sözləri Şah Abbasa kim deyir? Novruzdan 15 gün keçənədək gərək Qiblə-i aləm şahlıqdan əl çəkə, taxtı tacı bir günahkar və ölümə layiq bir nəfərə təslim edə, özü də xalqın gözündən gizlənir. Baxın, görürsünüz, burada Yusif Sərracın adı çəkilmir. Sadəcə olaraq bu artıq məsləhət verir ki, bu müddət ərzində ölümə layiq biri gətirilib taxta çıxarılmalıdır və o İran padşahı olur. Bunu deyən Cəmaləddin olur. Şah Abbas münəccim başını öldürmək hökmünü kimin xahişi ilə geri götürür? Sərdar Zamanxan. Kimin təklifindən sonra Şah Abbas ölüm qorxusundan xilas olur? Cəmaləddinin təklifindən sonra ölüm qorxusundan xilas olur. Deməli, kimin haqqında danışılır? Gənclik yaşlarına çatandan sonra təhsil almaq üçün İsfahana gedir. Ruhanilərin bir çox işlərdə qəfliyini müşahidə etdiyindən bu sinifə nifrət bəsləyib istəmədi ki, özünü onların zümrəsinə daxil etsin. Bayaq dediyim Yusif Sərracın. Ağlamış Şəvaki povestində Yusif Sərrac özünü hökmdar taxtında əyləşdirməsinin sirrini kimdən öyrənir? Xacə Mübarəkdən öyrənir. Baxın, bunları Ərk qalasına zindana göndərir. Xacə Mübarək amma orada müsbət obraz kimi verilir. Deyilir ki, həqiqətəndir Xacə Mübarək saf insan idi və bütün olub bitənləri Yusif Sərrac ondan öyrənir. Deyirsən, mütəmadi olaraq içəridə olduğuna görə, yəni bu hadisənin sirrini bilməmiş olmasın. Yəni, bütün olanları mənə danış, onu Xacə Mübarək ona danışır.
Sədrəddin boyuna vurulmamasını Şah Abbasdan xahiş edən qəlbi yumşaq adam kimdir? Bayaq yenə qeyd etdik, Sərdar Zamanxan. Aşağıdakı parçada bu sözlərlə Yusif Sərracı kim deyir? Qəzanın təqdirindən usta Yusif bir dəqiqə. 21-ci sualda deyir ki, aşağıdakı parçada bu sözlər Yusif Sərraca kim deyir? Qəzanın təqdirindən usta Yusif, bu gün sən bizim padşahımızsan. İran səltənət taxtında bu saatda Şah Abbasın yeri boşdur. Deməli, bu fikri birinci danışmağa başlayan Mollabaşıdır. Deməli, bu fikir kimə aiddir? Bizləri deyir, sərəfraz elədin. Baxın, bu fikri yadda saxlayırıq. Molla deyir. Ümumiyyətlə, orada Şah Abbasın qarşısına gələndə birinci danışmağa başlayan Molla obrazı olur. Mollabaşı Axund Səməd. Ona görə bu fikir də Mollabaşı Axund Səmədə aiddir. Hansı obrazın adı yazılmalıdır? Çox heyrətə düşdü. Heç bilmədi ki, bu nə əhvalatdır. Onun qabağında tamam dövlət qulluqçuları durmuşlar. Bu sözləri ona İranda mətin bir şəxs hesab olunan Mollabaşı deyirdi. Bu Yusif Sərrac idi. Yusif Sərrac heyrətə düşür. Sərracın məğlubiyyətin səbəbi nə idi? Zülmü öyrənmiş xalq Yusif Sərracın islahatlarını dərk etməyə hazır deyildi. Bəli, bu düzgün fikirdir. Xalq adət-ənənələrin ziddinə getmirdi, uduzun qəzəbinə gəldi, yox. Apardığı islahatlar ciddi səhvlərə yol vermir, vətən, ölkənin taleyi ilə az maraqlanırdı, yox. Şah Abbasın əksi olaraq bütün hər şeyi çox qaydasında aparırdı. Amma zülmü öyrənən xalq Yusif Sərrac islahatını dərk etməyə hazır deyildi və bundan da digər hansı ki vəzifədən çıxarılanlar istifadə elədilər, üsyan qaldırdılar, qiyam etdilər, Şah sarayına hücum elədilər və bundan da Yusif Sərrac orada itkin düşür. Povestdə saray adamları nə üçün məhz Yusif Sərracı hakimiyyət başına gətirmişdilər? Deməli, Mollabaşı çünki hakimiyyətdən getməyə məcbur olan Şah Abbasın yararlı bir varisi olmadığı üçün, xeyr, sarayanlar başa düşdülər ki, dövlətin və cəmiyyətin mütərəqqi islahatlara ehtiyacı var və bu islahatları həyata keçirmək üçün yox. Abbasi dövlət idarə etməyə bacarmamışdı və onu ağıllı bir adamla yox. Onlar bu yolla həm Şah Abbası ulduzlarını tək gətirəcək fəlakətdən, həm də dövləti təhlükəli bir adamdan qoruduğunu düşünürdülər. Sonra 25-ci sualda povestdə vəzir Mirzə Möhsünü, Müstəfi Mirzə Yəhyanı, Sərdar Zamanxanı danışdırmaqda Axundzadənin əsas məqsədi nə idi? Özünü ifşa yolla Şah Abbasın dövlət aparatının gülünclüyünü göstərmək. Baxın, bu Axundovun əsas məqsədi bu idi. Özünü ifşa ilə göstərir ki, bu insanlar necə insanlardır? Dövlət başçılarının ölkənin abadlığına fikir vermədiklərini göstərmək, yox. Ölkənin müdafiəsinin səriştəsiz, hərbi işdən xəbərsiz adamlara tapşırıldığını göstərmək. Ölkənin müdafiəsinin səriştəsiz, hərbi işdən xəbərsiz adamlara tapşırıldığını göstərmək. Dövlət məmuru, bunu da deyə bilmərik. Dövlət məmurlarının sonra Şah Abbasa hədsiz sədaqəti. Əsas məqsəd özünü ifşa yolu ilə Şah Abbasın dövlət aparatının gülünclüyünü göstərmək idi. Ki, yəni orada qurulan vəziyyət necə gülünc idi. Aldanmış Kəvakib əsərində surətlər və onların əməlləri baxımından hansı bənddə uyğunluq gözlənilməmişdir? Sərdar Zamanxan əkin sahələrini xarab etdirir, yol körpüləri dağıtdırır. Bu doğrudur. Yusif Sərrac Münəccimbaşı və Mollabaşı vəzifələrini ləğv edir. Münəccimbaşını ləğv edir, Mollabaşını yox, 2 səhvdir. Axund Səməd Yusuf Sərracı şahlığa namizəd göstərir, düzdür. Deməli, düzgün göstərilənləri gəlin çıxaq. 1 ilə 3-ləri çıxırıq. 1 getdi, 3 getdi, 3 getdi. Mirzə Möhsün dövlət məmurları və hərbiçilərin maaşını aylarla gecikdirir. Mirzə Möhsün vəzir idi. Bu işlərə kim baxırdı? Yəhya baxırdı. Mövlana Cəmaləddin Şah Abbası müvəqqəti olaraq şahlıqdan getməyə məsləhət görür. 5 doğrudur. Deməli, səhv cavabları istədiyinə görə D variantı olacaq. Aldanmış Kəvakib əsərində Yusif Şahın gördüyü işlər sırasındadır. Münəccimbaşı vəzifəsindən Mirzə Zəkini yox. Mirzə Zəkini Mirzə Yəhyanın yerinə gətirir. Mirzə Yəhya maliyyə işləri idi. Mən izahda da demişdim və bunu da belə yadda saxlayırıq. Həmin maliyyə işlərində gərək zəki olasan ki, düzgün hesablamalar aparıb, düzgün maaşlar versən. Bu fikirlərlə yadda saxlayın. Mirzə Zəki orada maliyyə işlərinə baxır. Ruhanilərə dolanacaqlarına kifayət edəcək qədər xəzinədən maaş təyin etməsi.
bütün vergiləri ləğv etmir. Miraxur Tophana əmrini işdən çıxarıb əş qalsın, zindana saldırmır bunlar, sadəcə işdən çıxartdırır. Əhalidən xums və imammalı vergisinin alınması, bunları ümumiyyətlə ləğv elətdirir və burada xəzinədən maaş ayırır ki, ruhanilər dövlətdən asılı qalsınlar. Doğru fikirlər seçildi. Münəccimlik təbliğ olunur. Yanlışdır. Qadın obrazlarına da yer verilmişdi. Ağlamış Şəvakifdə qadın obrazına yer verilib. Amma onların belə nitqi yoxdur. Səlma Xatun obrazı var. Bu düzgün fikirdir. Məsələn, orada iki hərəmxanadan çıxarılan üzvlər var. Qadın obrazları var. Vətənin, ölkənin taleyi Şah Abbasın diqqət mərkəzində durur. Onun üçün maraqlı deyildi. Baxın, birləri, üçləri çıxırıq. Görürsünüz. Cavab artıq hazırdır. Mollabaşı Axund Səməd povesti satirik sürətlidir, doğrudur. Yusif Sərrac xalqın arzu ideallarının ifadəçisidir. Bu doğru fikirlərdir. Əslində belə deyək də, xalqın arzu ideallarını Yusif Sərrac ifadəçisidir. Yəni xalq elə bir şey istəyir, amma o qədər zülmə öyrəşmişdilər ki, onlar artıq bu qədər xoş əməllər olan bir şahı gördüyü işləri başqa-başqa məcazlarla yazmağa başladılar. Deməli bizim doğru cavabımız oldu Y. Səhv fikirləri istəyir bizdən. Ədəbiyyatımızda maarifçilik ideyalarını əks etdirən ilk əsərdir. Bu yanlışdır. Mövzusu İskəndər bəy Mürşidin Tarix Əl-Əmrayi Abbas əsərindən götürülüb ki, doğru fikirdir. Gəlin ikiləri çıxar. Sərdar Zamanxan, Axund Səməd, Mirzə Möhsün, Müstəfi Mirzə Yəhya kimi obrazların tənqidində özünə inşa üsulundan istifadə edilib. Baxın, Mirzə Yəhya onun özünün dostu idi. Ona görə də bu həmin obrazların sırasında verilə bilməz. Bu qarışdırılıb, bura sizi səhv çaşdırmaq üçün. Bu səhv fikirdir. Cəhalət fırıldaqçılıq əsas gülüş hədəfinə çevrilmişdir. Deməli, bu doğru fikirdir. Xalq Yusif Şahın ədalətsiz islahatlarını bəyənmir, üsyan qaldırır. Deməli, bir dəqiqə, səhv fikirləri bizdən istəyir. Deməli, bizim doğru variantımız burada, hansını sildim mən, bir dəqiqə qarışdı. Deməli, 2 düz idi, biz 2 olanları da çıxmalıydıq. Sərdar Zamanxan, bunu dedik, yanlış fikirdir, bizə lazımdır yanlış fikirlər. Yanlış fikirləri işarə eləyək ki, qarışmasın. Bu yanlış fikirdir. Və xalq Yusif Şahın ədalətsiz islahatlarını bəyənmir. Burada ədalətsiz islahatdan söhbət getmir. Daha biz dedik ki, Yusif Şahın islahatları ən ədalətli islahatlardan biri, yəni islahat idi demək olar ki, orada. Deməli, bizim səhv fikirlərimiz olacaq D variantı. Burada neçə test var idi? Hamısını çatdırarıq mı, bilmirəm. 58. Heç olmasa bir 40-ını bitirək. Alnamış Kəvakib povestində Yusif Sərrac surəti ilə bağlı səhv fikri müəyyən edir. Səhv fikirlər istəyir. Şahlıq taxtına əyləşdirilməsinin sirrini sarayda Xacə Mübarəkdən öyrənir. Bayaq qeyd etdik. Ruhani təhsil alınmışdır, düzdür. Münəccimbaşlıq vəzifəsinə yaxın dostlarından birini təyin edir. Nə dedik? Münəccimbaşlığı ümumiyyətlə ləğv elətdirir. Ora heç kim gətirib qoymur. Axundzadənin Alnamış Kəvakib povestində Yusif Sərracla bağlı yanlış fikirləri seçin. Mütərəqqi ideallara uyğun yaradılmış islahatçı obrazdır. Doğrudur. Hakimiyyətə gəldikdən sonra dostlarından birini münəccimbaşı vəzifəsinə. Baxın, yanlışdır. 200% yanlış. 2 olan bəndləri saxlayırsınız. Qalanlarını çıxırsınız. Hakim təbəqənin nümayəndələrini də vergiyə cəlb edir. 3 doğrudur. Biz dedik ki, orada nümayəndələrdən də artıq hakim təbəqədən vergi alır. Hadisələrin gərginliyini görür, taxt-tac öz əli ilə Şah Abbasa təhvil verir. Bu 4 yanlışdır. Aldığı təhsilə uyğun fəaliyyət göstərir, yox. O aldığı təhsil, ruhani təhsil alsa da özünü o zümrədə görmək istəmədiyinə görə onun təhsil, yəni ona uyğun fəaliyyət göstərmir, gedir, deməli, sərrazlıq sənətini öyrənir. Axundzadənin Kəvakib əsərində Sərdar Zamanxanın bir sərkərdə kimi şücaətindən xəbər verir. Yollara, körpüləri dağıdır. Əhalinin şəhərliyin qəbul etməyən təbəqəsinə təzyiqlər göstərmək, bax 2 yox. Cəmaatdan mal-qanı, əşi yerlərini xarab etmək, bəli. Münəccimbaşdan intiqam yoxdur. Yusif Şaha qarşı qiyama başlıq etmək, xeyr, 1-lə 3. Qiyama Yusif Şaha qarşı qiyama başlıq eləyə bilməz. Axı o ərkikdə zindandaydı, necə qiyama başlıq eləsin? Deməli, 5 də səhvdir. Münəccimbaşdan intiqam almaq isə Axund Səmədə aid idi. Ona görə A olur.
Ruhanilərin öz başınalıqlarının qarşısını almaq üçün Yusif Şahın gördüyü əsas tədbirlər nələrdir? Deməli, Aldamış Kəvakib povestində bunların qarşısını almaq üçün hansı tədbirləri görmüşdür? Şiəliklə bağlı xüsusi dini mərasimlərin aradan götürülməsi. Belə bir şey yoxdur. Füqaranın bəzisinin dini vergilərdən faydalı, bəzisinin məhrum qalması üçün dini vergilərin bütünlüklə ləğv edilməsi. Belə bir şey də yoxdur. Mollabaşı vəzifəsinə inanılmış adamın qoyulması, Mollabaşıdan icazəsiz hər hansı bir şəxsin özünü ruhani elan etməsi imkan verilməməsi, bəli, ruhanilərə dolanışdıqlarına yetəcək miqdarda maaş təyin edilməsi, məhkəmə işçilərinin ruhanilərdən aldığı mənsəb sahibləri, işçilər doğrusu onlara həvalə edilməsi orada var. 3, 4, 5. Mirzə Möhsün dilindən xatırlanan və onun dövlət qarşısındakı xidmətlərini göstərən məqamlar hansılardır? Şahın qədəm qoyduğu hər bir yerdə hökmdarın ayaq altına qiymətli parçalar salması, pul bağışlanması doğru fikirdir. Dövlət məmurları, hərbiçilərin maaşlarının aylarla gecikdirilməsi Mirzə Yəhyaya aid idi. Mirzə Yəhya, sonra vəzifəli şəxslərin bəxşiş olaraq padşah xəzinəsinə pul ödəməsi, cəmaatdan malqaranın yığılması, xarab olunması bu Sərdar Zamanxan, sünni məzhəbinə təqib olması belə bir şey yoxdur. 1 ilə 3 doğru variantımız olacaq. Deməli, vəzirin bu hansı ki birinci qiymətli parçaların salınması, sonra pul bəxş olunması, bu Yusif Sərracın dövründə ləğv olunan islahatlardan biri. Yəni, bu ləğv olunur Yusif Sərracın dövründə. Doğru fikirləri istəyir bizdən. Mövlana Cəmaləddin təklif edir ki, Yusif Sərrac şah elan edilsin. Səhvdir. Buna Axund Səməd deyir. Şah Abbas ulduzların toqquşacağı xəbərini çox təmkinlə qarşılayır. Yox. Qorxur onun canına, qorxu düşür. Vəzir Mirzə Möhsün, Sərdar Zamanxan, Mirzə Yəhya, Mollabaşı Səhət təhlükənin soruşulması üçün şaha faydalı məsləhətlər verirlər. Burada dırnaqarası faydalı məsləhət verilir. Bunu biraz saxlayaq, görə digərlərində necədir vəziyyət. Yusif Şah mükəmməl dini təhsilə malikdir. Qiyam nəticəsində Şah Abbas öldürülür. Baxın, bu yanlış fikirdir. Burada təhlükənin soruşması üçün şaha faydalı məsləhətlər verirlər deyəndə, burada faydalı bir məsləhət verilmir. Dırnaqarası olsaydı bəlkə götürərdi. Amma Yusif Şah dini təhsilə malik idi. Sonra doğru fikirləri bizdən istəyir. Qiyamdan sonra dostları Yusif Sərracı yaralı halda tapıb gizli bir mənzilə aparırlar. Bir dəqiqə zaretka düşdü. Zaretkanı taxım. Deməli, doğru fikirləri istəyir. Deməli, Yusif Sərracı yaralı halda tapmırlar. Ümumiyyətlə, onun ölməsi, sağ qalması, yaralı olması bununla bağlı heç bir məlumat yoxdur. Şah Abbas ulduzların toqquşacağı xəbərini həyəcansız qarşılayır. Bu yanlış fikirdir. Orada həyəcanlanır, canına qorxu düşür. Hətta müəllif orada qeyd edir ki, deyir, məlum ki, deyir, bu yaşda həyat deyir, necə şirin və əzizdir. Xüsusən də belə bir vəzifədə olan şəxslər üçün. Burada Şah Abbasın 22 yaşındaydı və 22 yaşda təsəvvürlə inkişafdır və ona görə də onun üçün həmin xəbər əlbəttə ki, həyəcanlı bir xəbər olardı. Bu yanlışdır. Vəzir Mirzə Möhsün, Sərdar Zamanxan, Yəhya və Axund Səməd təhlükənin soruşması üçün biz bunu bayaq işləmədik. Bu təkrardır. Axund Səməd faydalı məsləhətlər verirlər. Bu da yanlışdır. Mollabaşı Axund Səmədin məsləhəti ilə Yusif Sərraca qarşı qiyam hazırlanır. Mollabaşı Axund Səməd orada ölür qüssədən. Müəllif Yusif Sərrac sürətini yaratmaqla dövlətin idarə olunması barədəki mütərəqqi ideyaları əks etdirmişdi. Bəli, bu düzgün fikirdir. Əsərdə vəzifədən çıxarılmış hökumət məmurları nəyə arxayın olduqdan sonra üsyan xəyalına düşürlər? Deməli, yeni şahın hər gün meydanda adam şaqqaltmasına xalq narazı qalır. Yanlış. Yusif Sərracın iş başına gətirdiyi adamlar xalq incidir. Yox. Həm kənddə, həm şəhərdə ağır vergilər qoyulur. Yox. Xalq sanki rəhimli padşahın hakimiyyəti altında yaşamaq üstünə dərd bilir. Vəzifədən çıxarmış bütün dövlət məmurları Yusif Sərracın taxtın salınması məsələsinə həmrəy olurlar. Deməli, burada rəhimli padşahın hakimiyyəti altında yaşamağı sanki özünə dərd bilirdi. Yəni, əsas istifadə edirlər bundan. Vəzifədən çıxarmış bütün dövlət məmurları da nəyə arxayın olub üsyan xəyalına düşürlər? Burada əsasən deməli, bu variantı götürə bilərik. Vəzifədən çıxarmış bütün dövlət məmurları Yusif Sərracın taxtdan salınması məsələsinə həmrəy olurlar. Burada, yəni, üsyan eləməyin xəyalına düşürlər, görürlər ki, xalq narazıdır sanki bu rəhimlilikdən. Buna görə, necə deyərlər, bundan fürsət tapıb bu fikrə düşürlər.
Əsərdə üsyana başlıq edənlər qələbədən sonra hansı tədbirə əl atırlar? Ölkənin maliyyə işlərini Mirzə Mövsümə tapşırırlar? Yox. Yusif Sərrac tapıb öldürürlər? Yox. Münəccimbaşı mənsəbindən mövladilər? Yox. Yusif Sərracın adamlarını həbs etdirirlər, öz yoldaşlarını əşqaldan xilas edirlər və Şah Abbası taxta çıxardırlar. Doğru fikirdir. Yanlış fikirləri seçin. Azərbaycan realist bədii nəsrinin inkişafına xüsusi əhəmiyyətə malikdir. Realist bədii nəsrinin əsası qoyulub. Düzdürmü? Gəlin bu burada qalsın əli. Əsərin mövzusu İran tarixçisi İskəndər bəy Mürşinin əsərindən götürülüb, doğrudur. Mirzə Mövsüm Maliyyə Naziri Sərdar Zamanxan Hərbiyə Naziri Mirzə Yəhya povestin satirik sürətləridir. Bu yanlış bənddir. Çünki Maliyyə Naziri Sərdar Zamanxan deyildi. Hərbiyə Naziri Mirzə Yəhya dəyişib verdilər yerlərini. Burada A-nı düz götürürük. Nəyə görə düz götürürük? Realist bədii nəsrin əsasını qoymaq, elə onun inkişafına əhəmiyyətli olduğunu göstərmək, ona bir dəstək vermək kimi bir şeydir. Ona görə A düzgün fikir olar. D-yə baxaq. Müəllif Yusif Sərrac sürətini yaratmaqla dövlətin idarə olunması barədəki mütərəqqi ideyalarını əks etdirmişdir. Doğrudur. Əsərdə özünə ifşa üsulundan məharətlə istifadə olunur. Bu da doğrudur. 40-cı suala baxaq və bununla yekunlaşdıraq. Əgər faydalı olarsa, geri qalanında videosu izahını çəkərəm. Axundzadənin Aldamış Kəvakib əsəri ilə bağlı doğru fikri müəyyən edin deyir. Şah Abbas vətənin, ölkənin taleyi daha çox maraqlandırır. Burada belə bir məqam yoxdur. Azərbaycan dilində yazılmış ilk bədii nəsr nümunəsidir. Şah Abbas vergiləri azaltmaqla xalqın güzarını yaxşılaşdırır. Ədalətsiz üsul idarənin deməli, ictimai eyblərini Yusif Şahın vəzirlərin simasında ifşa edilmişdi. Müəllif tarixi hadisəyə öz məqsədinə uyğun yaradıcı yanaşmış, ona əlavələr edərək dərin ictimai siyasi məzmuna malik əsər deməli, yaratmışdı. Baxın, müəllifin tarixi hadisəyə öz məqsədinə uyğun yaradıcı yanaşması mövzusu İskəndər bəy Mürşinin əsərindən gəlib götürülmüşdür və realist bədii nəsrin ilk nümunəsidir bu əsər. Ona görə biz bunu doğru fikir kimi bunu götürəcəyik və burada yaradıcı yanaşması, əlavələr eləyib yanaşması, orada əslinə qalsa bir dəqiqə burada birini götürə bilmirik. Birisi nəyə görə? Ona görə ki, realist bədii nəsrin ilk nümunəsidir. Amma bədii nəsrin nümunəsidir. İlk olaraq bunu götürə bilmirik. Sonra Şah Abbasın vergiləri azaltmaqda xalqın güzəranını yaxşılaşdırır. Bu da səhv fikirdir. Ədalətsiz üsul idarənin ictimai evlərini Yusif Şahın vəzirlərin simasında ifşa edilmişdi. Yox, burada Y variantı olacaq. Çünki müəllif burada tarixi hadisəni öz məqsədinə uyğun yaradıcı yanaşmışdı. Orada əlavələr eləmişdi. Mövzu oradan götürülüb. İskəndər Mürşinin deməli kitabından götürülüb və özünə məxsus olan əlavələr ora edib. Ona görə burada olmalıdır Y variantı. Burada biraz yorğun olduğum üçün fikir vermədim. Bu hissədə realist əgər sözünü biz görmürüksə, realist bədii nəsrin ilk nümunəsi, yəni realist bədii nəsr olsaydı, realist sözü olsaydı biz bunu götürə bilərdik. Ona görə burada 40-da olmalıdır Y variantı. Belə, ümid edirəm faydalı oldu. Faydalı olsa rəylərdə bəyənmədə özünüzü göstərin, kanala abunə olun və Filolog 2017 səhifəsinə abunə olaraq, yəni takib eləyərək, orada da hər gün faydalı məlumatlarla istifadə edib, faydalı məlumatlardan yararlana bilərsiniz. Onlayn dərslərimizə qoşulmaq üçün isə Instagram hesabından əlaqə yarada bilərsiniz. Ətraflı məlumat orada sizə göndəriləcək.